Salam, ilk videolar qarşınızdayım. Bu videoda İqtisad Universiteti tələbələrinin özümün də hal-hazırda təhsil aldığım İqtisad Universitetində tələbənin şəxsi kabinetində girərkən tələbələrin qarşılaşdığı problemlərlə bağlı video çəkmək istədim və bu videoda kabinet haqqında ümumi və yəni kabinetdə olan bütün bölmələr, yəni hissələr haqqında ətraflı məlumat verməyə çalışacağam. Çox uzatmadan keçək kabinetə daxil olaq. Kabinete daxil olduğumuzda qarşımıza belə bir panel çıxır və bu paneldə müxtəlif hissələr var. Bu hissə var, bu hissə var və bu hissə var. Bu hissələr haqqında məlumat vermək istəyirəm. Belə ki, iş başlayaq bildirişlər və elanlar hissəsindən. Bildirişlər və elanlar hissəsi nədir? Burada sizə imtahan qeydiyyatı, yəni imtahan kodları gələ bilər, yaxud da ki, məsələn, sərvəşlərdə dəyişiklik olub, yaxud necə bir söz deyim, hər hansı bir yenilik olur filan, hamısı burada gəlir, yəni burada görsənir. Əgər imtahan qeydiyyatınız, yəni imtahan kodlarınız burada göstərilməyibsə, yəni daxil oldunuz və bura imtahan kodunuz gəlməyib, nə edə bilərsiniz? Bu paneldə gördüyünüz imtahan cədvəli hissəsinə daxil olursunuz və sizin qarşınızda imtahan verəcəyiniz fənlər və onların kodları bir yerdə gəlir. Bu kodlarla və bu fənlərlə siz imtahana daxil olub, imtahanda iştirak edirsiniz. Belə, burada sizin haqqınızda, bu hissədə sizin haqqınızda şəxsi məlumatlarınız yerləşdirib, nə vaxt qəbul olunmusunuz, yəni hansı ixtisasda oxuyursunuz və s. Bu hissədə isə siz dərs cədvəli, imtahan nəticələri, elektron jurnal və s. kimi bölmələrlə görəcəksiniz. Dərs cədvəli nədir? Dərs cədvəlində sizin dərs cədvəliniz yerləşib və hansı müəllimlərin hansı otaqlarda və sizin dərslərinizin saat neçədə başlayıb, neçədə bitdiyini göstərir. Baxın, müəllimin bu hissədə fənnin adı, kodu, otaq, mühazirə ya seminar olduğu və müəllimin adı qeyd olunur. Və bunu siz export to PDF, export PDF tıklayaraq, yəni klikləyərək siz onu PDF formatında da öz mobil telefonunuza və yaxud da ki, kompüterinizə yükləyə bilərsiniz. Belə, imtahan cədvəlini bayaq göstərdim və imtahan nəticələri. Burada sizin imtahanı verib çıxdığınız anda sizin nəticələri qeyd olunur. Yenə də həmişə kimi imtahanı keçirmə vaxtı, tarixi və sizin nəticə. Giriş balınız və nəticə. Yəni, burada siz imtahan ballarınızı görə bilərsiniz və ən əsas tələbələrin ən çox maraqlanan transkriptdir ki, yəni transkriptlə necə əldə edə bilərsiniz. Baxın, burada transkript deyilən bölmə var. Mouse'un adı işarələmişəm buranı. Bunu vurduqda sizin o PDF formatında sizin kompüterə və yaxud da telefona yüklənir və orada siz transkript qiymətlərinizi görə bilərsiniz. Elektron jurnal bölməsi. Elektron jurnal bölməsində siz istədiyiniz təhsil müddət ərzində istədiyiniz fənlərdən hansı qiymətləri almışsınız, hansı qiymətləri aldınız, qayıblarınıza və s. baxa bilərsiniz. Bunun üçün burada ilk olaraq tarixi seçirsiniz, tədris ilini seçirsiniz, semestri seçirsiniz, hal-hazırki semestri seçdim və dərs növünü seçirsiniz. Əgər dərs növünü seçməzsəniz, siz sadəcə olaraq belə bir boş panel və burada kurs 2, sərbəst 2 və yekun qiymətləndirmə görə bilərsiniz və siz yalnız heç birini seçmədikdə isə yekun qiymətləndirməni görürsünüz və burada da sizin balınız kollegiumdan, imtahanlardan və ümumiyyətlə aldığınız bal bura yazılır. Belə, buradan da siz seminar və yaxud da mühazirəni seçib sizin qiymətlərinizə hansı qiymət yazıldığı, qayıbların yazıldığını görə bilərsiniz. Qayıbın yazılıb, yazılmadığını görə bilərsiniz. Burada adımı və yaxud da bulur, adımı və imtahan kodlarımı bulur. Sadəcə olaraq şəxsi profilimi, kabinetimdir deyə özüm etmədim. Daha sonra isə fərdi tədris planıdır ki, bu hal-hazırda bizdə göstərilmir və bu, yəni, fənni seçərək hansı tədris planı haqqında məlumat əldə edə bilərsiniz. Yəni, biz İqtisadiyyat fakültəsində olduğumuz üçün
hal-hazırda yəni bizdə laboratoriya vaxtı olmadığı üçün, laboratoriya olmadığı üçün bizdə bu yoxdur. Tədris materialları ən əsas bölmədir ki, tələbələrin ən çox problemlə qarşılaşdığı bölmələrdən biridir. Bəli, doğrudur, mən də bu problemlə qarşılaşıram. Lakin bura daxil olduqda semestri seçilib, yenə fənni seçib, qrupu seçib, müəllimi seçərək şəxsi buradan seminar mühazirədən slaydları və yaxud da ki, mühazirələri yükləyə bilərsiniz. Məmnunluq anketi hal-hazırda fəaliyyət göstərmir, amma ən yaxşı, yəni bu günlər müəllimlərə sizi qiymətləndirmənizdə ən böyük yardımcı olan bir sistemdir. Yəni hal-hazırda da fəaliyyət göstərir. Bəli, müəllim buradan bunu dolduraraq siz istədiyiniz müəllimi qiymətləndirə bilərsiniz. Yəni bu hissələri doldurursunuz, qeyd yazırsınız və test tətbiq edərək müəllimə bal verirsiniz. Belə, apellyasiyadır ki, apellyasiya hal-hazırda imtahan olmadığı üçün tam göstərə bilməyəcəm. Məsələn, 2016-2017-ci ildə mən bir fəndən şikayət eləmişdim. Şikayət necə olunur? Semestri seçirsiniz, yenə əgər baxırsınız ki, şikayətiniz varmı, yoxsa yox, ona baxırsınız və bu ərizə hissəsi var. Ərizə hissəsindən vurduqda isə sizin qarşınıza belə bir panel çıxır və bu paneldə siz imtahandan, məsələn, kollegium imtahanında sual səhvdirsə, yaxud da balınız az gəlibsə, nəsə problem yaranıbsa, o şikayətinizi bildirə bilərsiniz. Şikayətin növü var, sualdan var və yaxud da ümumiyyətlə texniki səbəbdirsə, texniki səbəbi göstərirsiniz. Burada isə bunu tam ətraflı yəni deməyəcəm. Yəni çox adam bilir və bunu mən tam izah etməyim, biraz vaxt aparacaq. Ona görə də növbəti hissəyə keçərəm. İmtahan testləri var. Bunlar nədir? Bunlar imtahan semestrin sonunda kabinetə yüklənən və buradan siz imtahanları hazırlaşa bilərsiniz. Bu testləri klikləyərək yükləyib onları oxuya bilərsiniz. Və ən əsas bu günləri bir çox tələbənin qarşılaşdığı sərbəst işlər bölməsidir ki, burada dəyişiklik olub və bu dəyişiklik nələrdir? Bu dəyişiklik ilk olaraq odur ki, kabinetə daxil olduqda seçin hissəsinə gələndə fənlər hamısı deyil də hərəsi ayrı-ayrı olaraq göstərilir. Yəni necə? Bəli, fənləri giririk, lakin bizim qarşımıza heç bir sərbəstin adı çıxmır. Əvvəl burada sərbəstlərin adları var idi, lakin hal-hazırda isə heç birinin adı yoxdur. Bəs o necə həll olunur? Burada, məsələn, mən bir fən seçim. Burada yeni hissəsi deyilən bir yer var. O yeniyə daxil kliklədiyimiz anda bizim qarşımıza belə bir şey gəlir və burada biz sərbəst işin adını görürük. Yəni hər hansı həm də dəyişikliyi ondadır ki, sərbəst işlər yalnız tarixinə görə bir sərbəst tarixi bitdikdən sonra digər sərbəst iş açılır. Əgər vaxtları üstbəüstə düşürsə ya da eyni müddətdədirsə, o eyni sərbəst işlər göstərilir. Yəni onları vaxtda göstərilir. Sərbəst işlər necə daxil olunur? Bu sərbəst işin adını gördük. Bu sərbəst işin adını götürüb sərbəst işi hazırlayırıq və seç butonuna basırıq. Yəni yerinə klikləyirik və burada biz öz sərbəst işimizi yükləyirik. Samiq, mən hal-hazırda yüklədim. Sərbəst işi orada var idi. Adını seçdim, yüklədim və tətbiq etib vururam və bir müddət gözləndikdən sonra nağdsız həşəmatlaşma formaları sərbəst işi artıq kabinetdə yükləndi. Bu qədər.